Sərnəf tamaşaçılarımız, hörmətli valideynlərimiz. Biz Sağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl rayonu olan Şəmkir rayonundayıq. Şəmkir rayonunda Yeni Həyat kəndində biz qabaqcıl və nümunəvi şagirdləri götürmüşük. O qabaqcıl və nümunəvi şagirdləri bizi sizlərə təqdim etmək istəyirəm. İlk balamız, adın soyadın nədir sənin? Sənan balam. Böyüyəndə inşallah peşən sahibi olmaq istəyirsən. İnşallah arzu edirik gələcəkdə ən yüksək balla ali məktəbə qəbul olasan, biz də səninlə bağlı gələk gözəl çəkiliş edək. Hansı məktəbə şagirdsən? Şəmkir rayon Yeni Həyat kənd tam orta məktəbinin qabaqcıl və nümunəvi şagirdi. Babası mənə siz də xoş gördük. Arzu edirik ki, siz nəvənizin gözəl günlərini görəsiniz. Allah'tan etsin deyib böyüsü eləməsin. Babası adınız soyadınız? Şahmar Məmmədov, Allah sizdən razı olsun. Yeni Həyat kənd orta məktəbinin müəllimləri də sağ olsun ki, bizim qaramızda belə ürəyi Şuandırır. Təşəkkürlər. Biz də arzu edirik ki, ən yüksəklərə layiq görürsün. Nənə, sizin adınız nədir? Selenova Azadə. Nə arzulayırsınız nənənizə? Nəvəmə olan arzulayarım ki, səsi uca məktəblərdən gəlsin. İnşallah. Siz də qohumlar sayılırsınız. Adınız nədir? Əmraslan və Tərman. Nə arzulayırsınız bizim balamızı? Səsi daha ucalardan gəlsin, fərqimiz olsun. İnşallah, inşallah. Siz də babası sayılırsınız. Hoşsa adınız nədir? Maksima veriyoruz. Nə arzulayırsınız bizim balamızı? Arzular, böyle şagirdleri görenlerden müəyyənə basmaq istəyir. Gün o gün olsun, ali məktəbdən səsi gəlsin. Amin, amin. Sağdaş Təhsil komandası olaraq uğurlar dilərik, nailiyyətlər dilərik. O gün olsun ki, inşallah ən yüksək adlara layiq görülsünlər, biz də gələk gözəl çəkilişlər edək. Təşəkkürlər, minnətdaram, çox sağ olun.